İnsanlar niyə ekoloji problemləri görməməyə üstünlük verirlər? Təbiət ona qarşı olan münasibəti görəndə bizdən küsür. Gözünü yummaq, yox saymaq demək deyil. Biz atılmış hansısa plastik qabları, tullantıları görəndə təəccüblə baxmırıq ona. Bu problemləri hansı formada təqdim etməliyik? Mən ailəmdə nə görmüşümsə, onu da təbiətə ötürürəm. Gəlin gözümüzü açaq və görək. Çünki görmək dəyişməyin ilk başlanğıcıdır. Salam, hər vaxtınız xeyirli olsun. Gözünü yumanda dünya yox olmur. Sadəcə sən görmürsən. Çirklənən çayları, kəsilən meşələri, itən canlıları görmürsən. Bəzən görmək istəmirik, çünki məsuliyyət ağır gəlir. Amma unutma, gözünü yummaq, yox saymaq demək deyil. Bugünkü verilişimizdə görmək istəmədiyimiz həqiqətlərdən danışacağıq. Verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Salam Vəfa xanım, xoş gəlmisiniz. Salam, Əli, xoş gördük. Vəfa xanım, insanlar niyə ekoloji problemləri görməməyə üstünlük verirlər? Bu qorxudandır, biganəlikdəndir, yoxsa alışqanlıqdır? Hansıdır bu? Çox sağ olun, Əli, suala görə. Mən bu sualın cavabına biraz uzaqdan gəlmək istəyirəm. Birinci növbədə qorxu hissi nə deməkdir? Biz qorxu hissini hiss edəndə insan özü-özündə hansısa qərarları tamamilə fərqli verir. Amma hansısa problemə düzgün prizmadan baxanda o problemin həll edilməsi də tamamilə asanlıqla baş verir. Təbiətlə də eynidir. Biz təbiətə, bizi əhatə edən mühitə ciddi qorxu ilə baxsaq, dərk eləyirik ki, biz mühitlə tamamilə qeyri-etik davranırıq. Qeyri-etik davranışlardan biz danışmışıq. Mən təkrarlamaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, qorxu insanı tamamilə başqa bir yola yönəldir. Yəni biz irəliyə doğru getməyik qorxu olanda işimizdə. Biz tamamilə əks tərəfə gedirik. Təbiət də bizim belə ona qarşı olan münasibəti görəndə bizdən küsür, ya tamamilə fərqli üsullarla bizi ilə danışır. Biz heç vaxt içimizdə qorxunu saxlamamalıyıq. Biz hansısa bir problemi görəndə o problemin həlli yollarını tapmalıyıq və o qorxu hissi bizdə heç vaxt yaranmaz və yaşadığımız mühitdə daha da gözəl, bizə qarşı fayda verə bilər. Hər gün üzərindən keçdiyimiz tullantılar, plastiklər, tullantı suları, bunlar bizim həyatımıza necə təsir edir? Yəni biz buna alışmışıqmı? Demək olar ki, alışmışıq. Çünki hələ biz o fəlsəfəyə doğru fikirlərə cəmiyyət gəlib çıxmayıb. Yəni biz atılmış hansısa plastik qabları, tullantıları, fərq etmir nəyi, zibillikləri görəndə biz təəccüblə baxmırıq ona. Hələ bizdə o etik davranış yaranmayıb. Biz adi zibilliklərə baxanda, yəni qınayırıq o insanları ki, hansılar ki zibili tullayıb. Amma biz də gedəndə zibilliyi görəndə əlimizdə hansı kağız varsa, nə zibil varsa, həmin o zibilliyin üzərinə atırıq, özümüzdə fikirləşirik. Mən adi insanlardan danışıram, elə də var. Hər insan özünə o sualı verə bilər. Mən zibilliyin yanından keçirəm. Mənim fikrimdən nə keçir? Bu zibilliyi buradan təmizləyim, yoxsa üzərinə bir qutuda zibil atım? Əksəriyyəti cavab verər ki, zibilliyin üzərinə mən həmin o zibili atım və keçim kənara. Təbiətdə baş verən hər gün olan dəyişikliklər, onda düşünürəm ki, artıq həmin o siz dediyiniz düşüncəli olan şəxslərin rifahını o qədər, burada təkcə maddi rifahdan söhbət getmir, mənəvi rifahını o qədər aşağı salıb ki... Bəli, yəni biz bu problemi gözlə demək olar ki, hər gün görürük və gözlə görünən problemlərin aradan qaldırılması üçün qorxu olmamalıdır bizim gözümüzün qabağında. Biz sadəcə o problemin həlli
həlli yollarını tapmalıyıq. Bəs belə deyim Bu də. adi insanlara da aid. Bəs biz bu indi gənclərə bu problemləri hansı formada təqdim etməliyik ki, çünki təqdimatdan çox şey asılıdır. Hansı formada təqdim etməliyik ki, həmin o problemlərə göz yummağa öyrəşməsinlər. Çox sağ olun Əli. Biz əslində bütün bu təbiətlə davranış uşaq ailəsindən qəbul eləyir. Ailədə əgər ana, ata, nənə, baba təbiəti qoruyursa, uşaq da onu qoruyacaq. Hər şey ailədən asılıdır və əlbəttə ki, uşaq məktəbə gedəndə öz fikirlərini də orada söyləyə bilər. Yəni mən ailəmdə nə görmüşümsə, onu da təbiətə ötürürəm. Mən bunu dəfələrlə demişəm Uşaq və evin bunu da aynasıdır. müşahidə edirəm. Bəli. Mən belə baxanda, yəni uşaqlarla gəzməyə gedəndə mən görürəm ki, uşaqlar hansısa bir yolun kənarında olan tullantılara çox mənfi baxırlar və sual verirlər ki, bunu bura kim atıb görəsən? Yəni bu çox xoş bir haldır. Çünki indiki cavanlar, indiki nəsil, müasir nəslimiz hətta informasiya anlayışı da çoxdur. İnformasiyanı qəbul eləyirlər və görürlər ki, bu gün bütün günü, bütün proseslər ekologiya ilə bağlıdır və bizim təbiətə mənfi yanaşmamız ümumilikdə ekoloji tarazlığın disbalansının yaranmasına gətirib çıxardır. Bütün mövzularda olduğu kimi də bunda da soruşuram. Bəli, bəli. Biz fərdi olaraq nə etməliyik? Fərdi olaraq kiçik görünən addımlar var ki, məsəl üçün tullantıları ayırmaqdır, ağac əkməkdir. Yəni bu doğrudan da təsir yarada bilirmi? Yaradır. Biz əgər fərdi düşünsək və insan öz həyatına baxanda, hər insan öz həyatından bir fayda götürməlidir. Təbiətə müsbət bir təsir verirsən, yaxud da gələcək nəsillərin tərbiyəsini düzgün formalaşdırırsa, yəni bunlar hamısı ətraf mühitə verilən xoş, düzgün yanaşmadır və bu yanaşmanı hər insan fərdi şəkildə etməlidir. Hər insan fərdi şəkildə o yanaşmanı təmin etsə, əlbəttə ki, biz etik cəmiyyətə gəlib çıxa bilərik. Yenə bu mövzuya tamamilə fərqli bir baxış bucağından baxıb, aydın fikirlər səsləndirdiyinizə görə və dəvətimizi qəbul edib verilişə gəldiyinizə görə. Siz sağ olun Əli, çox şad oluram sizin verilişlərinizdə iştirak etməyə. Çünki deyiləsi sözlər çoxdur, cavan nəsilə ötürəsi sözlər çoxdur. Ona görə də yəni bu fürsətdən istifadə edib öz fikirlərimi də çatdırmağa özümə çox xoş bilirəm. Çox sağ olun. Çox sağ olun. Sonda isə dostlar, demək istərdim ki, bu dünya sən yumanda da var. Amma sənin seçimlərin var. Baxıb susmaq və yaxud da baxıb dəyişmək və dəyişdirmək. Gəlin gözümüzü açaq və görək. Çünki görmək dəyişməyin ilk başlanğıcıdır. Elə isə növbəti görüşlərədək hələlik.